Hamıza salamlar. Bugün birlikdə Qobustan tarixi bədii qoruğuna gedirik. Qobustan sadəcə bir qoruq deyil, bəşəriyyətin böyük bir daş kitabxanasıdır. 1966-cı ildə yaradılıb və 2007-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. Qoruğun giriş hissəsində yerləşən bu daş qaval daşıdır. Qaval daşı təbii zərb aləti rolunu oynayan qaya parçasıdır. Bu daş həm geoloji quruluşu, həm də tarixi əhəmiyyəti ilə dünyada bənzərsiz tapıntılardan biri hesab olunur. Tədqiqatçılar hesab edirlər ki, qədimdə insanlar bu alətdən hələ üst paleolit dövründə istifadə etməyə başlayıblar. Qobustan sadəcə açıq səma altında bir muzey deyil, o dövrünün ən böyük yaşayış komplekslərindən biri olub. Bu dövrlərin üst paleolit, orta paleolit, mezolit və tunç dövründə yaşamın olması bizə onu sübut edir ki, burada həyat min illərlə davam edib. Üst paleolit və mezolit dövründə Qobustan strateji mərkəz idi. Orada yerləşən mağaralar və qayaltı boşluqlar insanlara tam bir təbii sığınacaq idi. İnsanlar ora sığınaraq küləkdən və vəhşi heyvanlardan qorunurdular. Həmçinin qida mənbəyi üçün əlverişli yer idi. O zamanlar Xəzər dənizinin su səviyyəsi daha yüksək və ətrafda isə fərqli heyvanlar mövcud idi. Elə buna görə də min illər boyu insanlar burada məskən salmışdılar. Həmçinin onlar qayaların üzərinə çəkdiyi təsvirlərdən bizə göstərmək istəyirlər ki, onlar o dönəm dənizçiliklə və ovçuluqla məşğul olmuşdular. Və həmçinin bu qayıq şəkillərinin içərisində 20-30 nəfər əks olunub və bu da ondan xəbər verir ki, onların o zaman böyük, iri həcmli qayıqları mövcud imiş. Tunç dövrünə gəldikdə isə həyat da mütəşəkkil bir forma alır. Artıq söhbət sağ qalmaqdan deyil, istehsalatdan gedir. Qayalar üzərindəki ev heyvanlarının təsviri onu göstərir ki, buradakı insanlar köçəri həyatdan artıq oturaq həyata və təsərrüfatçılığa keçib. Və bu dövrdə insanlar özlərinə tuncdan əşyalar hazırlamağa başlayıb və bu əşyalar ilə qayaların üzərində rahatca işləyə biliblər. Bu dövrə aid kurqanlar, yəni qəbr abidələri və ayın təsvirləri bunu göstərir ki, bu dövrdə inanc sistemi formalaşıb. Əgər burada yaşamaq insanlar üçün müvəqqəti bir yer olsaydı, biz bu qədər fərqli dövrlərin izlərini bir yerdə görməzdik. Bir dövrün insanı digər birinin çəkdiyi şəklin yanında öz şəklini çəkib. Və bu da o deməkdir ki, bura min illər boyu mədəniyyət mərkəzi olub və insanlar nəsildən nəsilə buranı ev kimi tanıyıb. Həmçinin qayaların üzərində profildən təsvir olunmuş qadın şəkilləri də var idi. O şəkillər nəslin davamçısı və ana simvolu kimi həkk olunub. Bu dövrdə anaya verilən yüksək qiyməti və ana xaqanlığının mövcud olduğunu göstərir. Həmçinin Qobustan insanları suyun nə qədər vacib və əhəmiyyətli olduğunu da bilirdilər. Qayaların üzərində balaca oyuqlar və kiçik kanallar mövcuddur. Qayanın üzərindəki oyuqlar yağış suyunu toplamaq üçün istifadə olunurdu. Və sizə bir neçə il öncə eşitdiyim maraqlı bir fakt haqqında daha danışacağam. Deməli, Thor Heyerdahl adlı məşhur Norveçli bir səyyah var imiş və səyyah bu Qobustana gələrkən qayanın üzərində təsvir olunmuş gəmi şəklini görüb və o Azərbaycan nəzəriyyəsini ortaya çıxarıb. Və o inanır ki, Norveçlilərin ulu babaları olan Vikinglər Qafqazdan, yəni buradan qayıqlar vasitəsilə çıxaraq Şimali Avropaya çatıblar. Qobustanda qayanın üzərində tapılan qayıq rəsmi ilə Norveçdə qayalar üzərinə çəkilən qayıq rəsmləri birə-bir oxşardır və buna görə də səyyah belə bir nəzəriyyə ortaya çıxarıb və bu nəzəriyyə də beynəlxalq səviyyədə maraq doğuran bir nəzəriyyədir. Qobustandakı qayalardan ən çox tanınmış rəsm bu yallı rəsmidir. Yallı rəqsi Azərbaycanın milli rəqslərindən biridir və bu rəqs yallının ən qədim forması hesab olunur.
Bu təsvir sübut edir ki, kollektiv rəqs, yallı rəqsi min illər öncə də mövcud idi. Qədim dövrlərdə rəqs sadəcə əyləncə deyildi. Bunun bir neçə mənası var idi. Məsələn, onlar ova çıxmamışdan qabaq magik rəqslər eləyirdi. Bu da ovun uğurlu olması üçün olunan rəqslərdən hesab olunurdu və yaxud ovdan qayıtdıqdan sonra əgər ov uğurlu olubsa, onlar bir çox heyvan ovlaya biliblərsə, o zaman belə rəqslər edilmiş və bir başqa cür də dini ayinlər edərkən bu rəqslərdən istifadə ediblərmiş. Və bu rəsmdə fiqurlar daha hərəkətli təsvir olunub. Dizlərin bükülməsi, qolların vəziyyəti ritmi daha aydın hiss elətdirir. Qoruğun nəzdində fəaliyyət göstərən muzey kompleksi həm memarlığına, həm də texnoloji təchizatlarına görə Avropanın ən modern muzeylərindən biri seçilib və 2013-cü ildə Avropada İlim Muzeyi mükafatına layiq görülmüşdür. Bu muzeydə qədim insanların ov üsulları, geyimləri, yaşayış tərzləri haqqında fərqli məlumatlar almaq mümkündür. Muzey bir neçə tematik zaldan ibarətdir. Birinci otaq Qobustanın təbiəti haqqında danışır. Məsələn, o dönəm Qobustanın flora və faunası necə olduğu barədə. Məsələn, vaxtilə ceyranların, öküzlərin yaşadığı barəsində və onları əks etdirən maketlər falan var və beləliklə o dövrün flora və faunasını daha yaxşı anlamaq olur. Həmçinin burada arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar da var. Məsələn, istər əmək əşyaları olsun, istər sümüklər olsun, istər bəzək əşyaları olsun, burada hamısı sərgilənir. Muzeydə o dövrdəki insanların mağarada həyatlarını əks etdirən real ölçülü maketlər də mövcuddur. Bu ziyarətçiyə min illər əvvəlki məişəti daha yaxşı təsəvvür etməyə imkan verir. Muzey həm də böyük bir elmi tədqiqat mərkəzidir. Qobustan bizə keçmişi sadəcə göstərmir, həm də müasir texnologiyalar vasitəsilə o dövrün ruhunu hiss etdirir. Bu tarixin rəqəmsal dünya ilə möhtəşəm vəhdətidir. Qobustanda tapılan əmək alətləri sadəcə daş deyil. Onlar qədim insanların intellektual anlayışını və bacarıqlarının nümunəsidir. Onlar min illər əvvəl sadəcə bu qayaları rəsmlər deyil, bizim bugün belə heyranlıqla izlədiyimiz mədəniyyətimizin ilk izlərini və ruhunu həkk ediblər. Bu mənim Qobustana ikinci gəlişim idi. Buna baxmayaraq bu səfər belə çoxlu məlumatlar əldə etdim və istədim ki, yeni gördüklərimi və yeni öyrəndiklərimi sizinlə də bölüşüm. Vloqum bu qədər idi. Güman edirəm ki, bəyəndiniz. Sağ olun.